Bu ilki qəbul imtahanları, xüsusən də blok mərhələsində ötənilkindən daha çətindir. Yəni mən səhv mi başa düşdüm? Onu hardasa belə demək olar, nə ilə bağlı? Çünki şikayətlər açıq bu il daha çoxdur. Düzdür, hər il şikayətlər olur. Amma bu il daha çoxdur. Qeyd etdiyim kimi, yəni həm də o riyaziyyat fənnindən sualın səhv olması müəyyən qədər abituriyentlərin vaxt ikisinə səbəb olur. Çünki sual səhvdir. Mən məsələn abituriyent deyir ki, sualı yazdım, sanki sualda səhv kimi bir şeylər gördüm, vaxtımı aldı, dayanmadım, keçdim. Təbii ki, vaxt məsələsində də burada öz təsiri var ki, digər fənlərə də bu yazanda vaxtın yəni bölüşdürülməməsi mənfi təsir göstərə bilər və eyni zamanda tarixdən də o 3 dənə sual ki var dediyim kimi, yəni mübahisəli suallar. Abituriyentin o sualı bir dənə mübahisəli sualı səhv yazması artıq onun belə deyək o yüksək bal toplama şansını azaldır. Və eyni zamanda da yəni bu şikayətlərin qeyd etdiyim kimi sayı hər il çox olur, amma bu həm mübahisəli sualların çox olmasa, həm də səhv sualın olması artıq abituriyentlər və valideynlərdə də hətta narahatlıq yaradır. Eyni zamanda müəllimlərdə də narahatlıq yaradır ki, bu olmamalıdır. Abituriyentlərə yəni düzgün suallar təqdim edilməlidir ki, onlar da öz istədiyi nəticəni yığa bilsin. Yəni ki, ümumi şəkildə götürəndə bəli, bu il şikayətlər çoxdur və onların haqlı səbəbləri olduğuna görə demək olar ki, çətin tipli suallar düşür. Amma yəni Dövlət İmtahan Mərkəzi də burada öz mövqeyini bildirir ki, sualların çətin salınmasının əsas səbəbi ondan ibarətdir ki, burada yəni suallar salınanda bölgü olur. Asan, orta, çətin tipli suallar. Yəni hardasa belə deyək 30 sualdır, onun bir 8-9 yaxud da 10 dənəsi çətin tipli düşə bilər. Yəni abituriyentləri bir-birinə fərqləndirmək və daha savadlı belə deyək abituriyentlərin seçilməsindən ibarətdir.